34 nömrəli sual belədir. Tezliyi tənzimlənən dəyişən cəryan generatorundan qidalanan dövrənin sxemi verilmişdir. Tezliyin müəyyən qiymətində hər iki lampa eyni parlaqlıqda çözərir. Tezliyi azaldıqda, yəni nü azaldıqda lampaların parlaqlığı necə dəyişər? Təbii ki, U sabitdir, yəni gərginliyin maksimal qiyməti sabitdir. Biz buradan görürük ki, deməli birinci lampanın ucuna sarğac, ikinci lampaya isə rezistor qoşulmuşdur. Rezistor qoşulan dövrə tezlikdən asılı, yəni aktiv müqamətli naqil olduğu üçün tezlikdən asılı deyil. Deməli, ikinci lampa dəyişməyəcək parlaqlığını, yəni tezlikdən asılı deyil, aktiv müqamətli naqildir. Birinci lampada isə deməli sarğac qoşulduğu üçün induktiv müqaməti hesablamaq lazımdır. Deməli biz buradan gərginliyin maksimal qiyməti üçün IM bərabərdir UM omega L tapırıq. Buradan IM-i tapsaq cəryan şiddəti olacaq UM bölünsün omega L. Omeganın da yerinə 2 pi nü yazsaq 2 pi nü L. Deməli, buradan görürük ki, IM nüdən tərs mütənasib asılıdır. Deməli, tezlik azalırsa, tezlik azalır. Tezlik azaldığı üçün cəryan şiddətinin maksimal qiyməti artır və deməli, lampanın parlaqlığı da artmış olacaq. Deməli, birinci lampada da artır olacaq. Deməli, artır və dəyişmir, cavab D variantını vermiş olur.